Özünüzü daim yorğun, gücsüz, halsız hiss eləyirsinizsə, bu video sizin üçündür. Xroniki yorğunluğun bir çox səbəbləri ola bilər. B12 vitamini çatışmazlığı, dəmir çatışmazlığı, yuxu pozğunluğu, stres və s. Amma bunların başında da D vitamini çatışmazlığı gəlir. Araşdırmalar göstərir ki, 4 həftə D vitamini qəbulundan sonra yorğunluq kifayət qədər azalır və siz özünüzü gümrah hiss etməyə başlayırsınız. D vitaminini əsasən biz günəşdən alırıq yay aylarında. Azərbaycanda sentyabrdan may ayına qədər demək olar ki, D vitamini sintez olunmur, çünki günəşin şüaları zəifdir. Qidalardan isə biz kifayət qədər D vitamini ala bilmirik. Çünki məsələn belə deyək də 50 minlik D vitamini almaq üçün 100 yumurta yemək lazımdır və yaxud da 10 kiloqram balıq yemək lazımdır ki, bu da ki mümkün görünmür. Ona görə də nə edirsiniz? Yorğunsunuzsa, gedirsiniz bir D vitaminini test eləyirsiniz. Əgər ciddi tevsit çıxdısa, 30-dan aşağıdırsa, 50 minlik vahidlə D vitaminini 8 həftə qəbul eləyirsiniz. Ondan sonra gündəlik dozuya keçirsiniz. Azərbaycanda yüksək dozada, yəni 50 min vahiddə D vitamininin əksəriyyəti maye halındadır. O mayeni də müxtəlif yağlı qidalarla və yaxud da belə deyək, yoğurta qatıb içməlisiniz. Bu da bir çox insanların xoşuna gəlmir dadı. Bəs bunun tablet forması varmı? Var, amma Azərbaycanda təkcə bir adda var. Multizan D3, yəni tablet halındadır. Baxın, tableti də bu şəkildədir. Əgər sizdə D vitamininin defisiti varsa, həkim tövsiyəsi ilə bundan 8 həftə, həftədə bir dənəsini olmaqla içirsiniz. 50 minlik dozadan 8 həftə içdikdən sonra isə profilaktik olaraq həftədə bir dəfə də 10 minlik dozanı içirsiniz. Bu da 30 həftə bəs eləyir sizə. Yəni bu ikisini alsanız 50 minlik və 10 minliyi sizə təxminən 1 il bəs eləyəcək. Ona görə də D vitamininizi yoxladın. Əksiklik hiss eləyirsinizsə, Multizan D3-dən istifadə eləyə bilərsiniz. İngiltərə istehsalı olduğu üçün mən də keyfiyyətinə əminəm. Ona görə sizə də tövsiyə edirəm.